Azərbaycan BMT-nin Avropa İqtisadi Komissiyasının İnnovasiya, Rəqabətlilik və Dövlət Özəl Tərəfdaşlığı üzrə Komitəsinin rəhbər heyəti seçilib. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Cenevrədə keçirilən BMT-nin Avropa İqtisadi Komissiyasının İnnovasiya, Rəqabətlilik və Dövlət Özəl Tərəfdaşlığı üzrə Komitəsinin 19-cu sessiyası çərçivəsində Azərbaycan 2026-2028-ci illər üzrə Komitə Bürosunun rəhbəri heyətində təmsil olmaq hüququ qazanıb. Belə ki, İqtisadiyyat Nazirliyinin nümayəndəsi Türkan Vüsət Komitə Bürosunun sədr müavini vəzifəsinə seçilib. Bu təmsilçilik ölkəmizə dövlət özəl tərəfdaşlığı, innovasiya və rəqabətlik sahələrində beynəlxalq standartların və metodologiyaların hazırlanması prosesində daha yaxından iştirak etmə imkanı verir. Eyni zamanda Azərbaycan öz təcrübəsini beynəlxalq müstəvidə bölüşə, digər ölkələrin uğurlu təcrübələrini öyrənərək milli qanunvericiliyin və institusional çərçivənin daha da təkmilləşdirilməsinə töhfə verə bilər. Bu həm də beynəlxalq təşkilatlar, inkişaf tərəfdaşları və investorlarla əməkdaşlığın genişlənməsi üçün əlavə imkanlar yaradır. Qeyd edək ki, BMT-nin Avropa İqtisadi Komissiyasının iqtisadi əməkdaşlıq, ticarət, nəqliyyat, enerji, ətraf mühit, innovasiya və dövlət özəl tərəfdaşlığı kimi sahələrdə beynəlxalq standartların, tövsiyələrin formalaşdırılmasında mühüm rol oynayan nüfuzlu regional təşkilatlardan biridir.